Дополните предложение словами из текста. Автор vdəxnəvilus на создание ромana Город Ветра благодаря. Dinləmə mətnimizdə Azərbaycanlı müxbirin ölkəmizə gələn eston yazıcı ilə söhbəti, reportajı göstərilmişdir. Yazıcı ilk dəfə Azərbaycana 2002-ci ildə tarixi sənədləri, eston dilində olan tarixi sənədlərə baxmaq üçün gəldiyini göstərir. Sonra isə 2008-ci ildə gənclik mübadiləsi proqramı vasitəsilə gəlir. Azərbaycanın mədəniyyəti, Bakının tarixi abidələri, Azərbaycanın gözəl yerləri, rayonları onda çox böyük gözəl təəssüratlar oyadır. Azərbaycan mətbəxini çox sevdiyi haqqında məlumat verir və Azərbaycan haqqında macəra janrı vasitəsilə Küləklər Şəhəri adlı roman yazır və bu romanda sırf Azərbaycanlılardan ölkənin tarixi, onun təbiəti və mədəniyyətindən ilham aldığı haqqında məlumat verir və mətnimizə uyğun olaraq автор вдохновилась на создание романа «Город ветров» благодаря истории Azərbaycana, ее природе и культуре variantını seçirik.